görün, heç bir maneçilik törətmir bu video kaydı yazmaq. Səsimdə və s. Verməm. Hə, əla. Verməm. Əla, əla. Dedim Zəki üçün də yazaq birdən işte istəyirəm, yəni çoxsunu qaçırmış olar. Baxın, ola bilər ki, dilimizdə elə sözlərimiz ola bilər ki, vaxtı ilə bunların kökü hər hansı bir söz ola bilər. Amma indi o kök deyil, sadə sözdür. Məsələn, məntiqən baxanda qonşu sözü. İndi sadə sözdür, düzdür? Evet. Amma əvvəl qonmaqdan olub, əvvəl qondu deyə bir şey olub. Məsələn, indi də var ya, elə bir ərazilər var ki, gecə qondu deyirlər ki, yəni gecə qonub ev tikiblər, düzdür? Hə, baxın, qonşu sözünün tərkibində o qonmaq var. Amma indi biz o söz bizə düşsə ki, biz bunu sadə götürək yoxsa mürəkkəb düzəltmə, təbii ki, biz o sözü necə götürəcəyik? Sadə. Çünki elə bir əlaqə yoxdur qonmaqla qonşu arasında. Aydındır? Çünki indi qonmaq ancaq quşa aiddir. Aydındır? Bəli. Elə sözlərimiz çoxdur. Sonra olsun dağıntı sözü. Sadədir yoxsa düzəltmə? Sadə dağıntı. Bəli. Dağla dağınmağın nə əlaqəsi? Nəyinsə dağıntı olması nə əlaqəsi varmı? Deyil. Sadə sözdür. Sonra var çilingər sözü, testlərə düşür. Çilingər də sadədir. Sadədir. Çillə bunun əlaqəsi yoxdur ayan. Sadə sözdür. Deyildikcə yaz, hə. Saralmaq sözü, yoldaşlar. Saralmaq sadə. Bəli. Sarı olmayıb bu. Deyim sizə bir fleksiya zat dəyişikliyi baş verib. Sara falan. Saralmaq sadə sözdür. Yaxşı? Saraldı sözün kökü. Yoldaş bir də qardaş sözləri. Qardaş da sadədir. Həmən yoldan yoldaş olmaz ki. Yoldaş. Baxın, qardaş sözü sadədir. Çünki yağıntı qarla qardaşın əlaqəsi yoxdur. Bunu düz dediniz. Amma yoldaş, yola çıxdığımız şəxsdir. Bəli. Orada daş leksik şəkilçidir yoldaşlar. Amma qardaşdakı daş leksik deyil, sözün köküdür. Aydındırmı? Baxın, sərin sözü var. Sərin sözünü iki mənada görəcəksiniz. Biri var ki, nəsə xalçanı yerə sərin mənasında yoldaşlar. Bir də var ki, sərin hava. Düzdürmü? Hə. İndi əgər mən deyirəm ki, xalçanı yerə sərin, burada sözün kökü sərməkdir. Sərindəki indisə əmr şəxs sonluğudur, qrammatik şəkilçidir. Məsələn deyirəm ki, siz sərin, əmr şəkildir. Amma desəm ki, sərin hava, bunun sərməklə əlaqəsi yoxdur. Soyuq hava deməkdir. Eyni zamanda soyuq sözü. Sözün kökü nədir bildiyimiz kimi? Nə sözü var? Soyuq. Soyuq, sözün kökü soyuq. Nədir? Soyumaq. Soyumaq. Soyuyur ki, Zinhar xanım soyuq olur da. Düzdür? Q, Ç ayrıca dedim, keçən dəfə dedim, Zinhar xanım yox idi. Leksik şəkilçilərdir. T-dır, məsələn, dağıtmaq, görürsünüz? Bir də mamə inkarım. Dağıtmaq ümumiyyətlə sadədir. Necə? Hə, mamə. Onları soruşacağam. Yadımdadır. Ayan, yadımdadır. Sonra qarmaq sözü sadədir, yoldaşlar. Dedikcə yazın. Bilərzik sözü. Əslində bunun da şeyinə baxsaq, etimologiyasına baxsaq, bilək çıxır. Yəni bilək üzüyüz. Əvvəl belə olub bu. Bilərzik sözü. Sonradan belə dəyişiklik bilərzik qalıb. İndi desək ki, bunun kökü nədir? Sadə götürəcəyik. Çünki bilək deyil axı, bilərzik. Aydındır? Ona görə sadədir. Aydındırmı? Sonra çalışmaq sözü. Sadədir. Çalla çalışmağın çünki əlaqəsi yox. Dinləmək sözü. Testlərdə var idi, yadında ayın. Dinləmək, dinləyən əlaqəsi olmadığına görə sadə götürürəm. Aferin. Yoxuş sözü. Bunu niyə səhv salıb sözün kökünü yox götürürlər? Hələ də fərqində deyiləm. Yoxdan yoxuş əlaqəsizdir. Sadə söz. Yoxuş nə bildirir? Eniş, yoxuş. Enişdə görürsüz, enmək, eniş, əlaqə var. Amma yoxuş nə əlaqə? Sadə sözdür. Güzgü sözü. Mən keçəndə belə deyək də, köhnəlmiş sözlər keçəndə güz dedim. Güz nə idi ayan? Güz?
Payız. Yaz. Payız, payız, payız. Az. Amma güzgü bununla əlaqəsi yoxdur. Kökü sizə düşsə, kök və şəkilçiyə ayırın. Sadə sözdür. Yaxşı? Məncə bitdi. Yoxlamaq sözü. Bunu Zinhar xanım necə izah edə bilərsiniz sadə olduğunu? Yoxlamaq, yoxla, yoxlama, yoxlamaq. Sadədir yoxsa düzəltmə? Yoxla. Düzəltmədir də müəllimə. Sadədir mən. Sadədir. Niyə? Zinhar xanım, qabağınıza heç nə qoysam onu yoxlaya bilərsiniz. Yoxla, yoxlama. Yoxlama deyə bir şey yoxdur. Mən yoxlama demədim Zinhar xanım. Yoxlamaq dedim, maq. Maq orada bir şəkildə onu parçalaya bilmərəm. Yoxla yoxlanın arasında da məna əlaqəsi yox. Çünki yox olan bir şeyi necə yoxlayım? Ona görə yoxladır sözün kökü. Maq da qrammatik şəkilçi. Yazdınız? Və bunun şəklini də göndərərəm sizin üçün. Bu hansı ki ən yeni şeylərdir, testlərdən çıxarılan sözlərdir və çoxsu da yəni testlərə düşür. Sonra nə var idi? Bəzən çılıq şəkilçisi görəcəyik. Məsələn, düşmənçilik, peşmançılıq, nə bilim, və s. dilənçilik və s. belə bir sözlər görəcəyik. Çılıq şəkilçisi birləşikdə var, Zinhar xanım. Ç plus lıq şəkilçisi də var. Məsələn, müəyyən peşə vəsaitlərdə üzümçülük. Düzdür? Üzümçü deyə bir şey var da, yəni üzümü saxlayan, üzümü yetişdirən şəxs. Lıq da artıq peşə bildim. Lıq üstü 4 şəkilçisi deyirik ki, əslən isim düzəldir. Həftəlik, aylıq, illik sözləri var ki, qeyd edə bilərsiniz. Həftəlik, aylıq, illik. Bu tipli sözlərdə, yəni yerdə qalan 5%, 10% halda isə sifət düzəldir. Həftəlik necə, aylıq necə, amma müəllimlik, sənətkarlıq, dostluq və s. görürsünüz, burada isim düzəldir. Amma məsələn, peşmançılıq deyirəm. Bax, üzümçülükdə ayırdım, çını ayrı, lığı ayrı leksik şəkilçi. Amma peşmançılıq deyirəm. Peşmançı hər hansı bir peşəsi varmı? Peşman olma. Peşmançı, peşmançı. Xeyr. Deməli, orada peşmançını ayrıca leksik götürməyəcəm Zinhar xanım. Nə edəcəm ayaq? Çılığı birləşik leksik götürəcəm. Aydındır? Eyni zamanda düşmənçi sözü var. Verməm. Deməli, çılıq birləşikdir. Düşmənçilik orada birləşikdir. Aydındırmı? Bunu da ən çox özümüz işlədirik. Məsələn, filan kəslə düşmənçilik yaparır və s. deyirik. Aydındır? Sonra qaranquş sözü testlərə düşür. Sizcə sadədir, yoxsa mürəkkəb? Sadə. Ayan? Sadə də mənimlə quşdan qaran. Olmaz. Aha, Ayan. Mürəkkəb sözdür. Mürəkkəb söz deyəndə onu iki kökə ayırmalısan. İndi sən mənə iki kökə ayır. Mənim qara bir də quş, nəyəsə bitişdirici samit. Yo. Qaranquş. Qaraquş olardı da, qaranquş. Deməli, sən iki yerə bölməlisən. Qaran deyə bir sözümüz yoxdur. Ayan. Qaranquş yadda saxlayaq, bu sadə sözdür. Yaxşı. Bir də yoldaşlar, IV şəkilçisi bəzi sözlərimizə artırılır. Bilirik də, məsələn, ənənəvi, mənəvi, kimyəvi, olsun, dünyəvi, ailəvi, lüğəvi və s. IV artırılanda, ayan, yadında saxla. Əgər sözün kökü fleksiya uğrayırsa, yəni dəyişikliyə uğrayırsa, məsələn, ailəvi sözün kökü nədir? Ailə olduğu kimi var da. Var bizdə ailə sözü. Ailəvi dedim, sözün kökü ailə, IV orada leksik şəkildir. Məsələn, mənəvi. Söylesəm sözün kökü nədir? Mənəvi. Sözün kökü. Nədir? Mənəvi. Sözün kökü mənəvidir. Ayso, sadə sözdür. Deməli, IV-yə o qədər öyrəşirik ki, arada gedib bu mənəvini düzəltmə götürmək istəyirik. Düzdürmü? Yanlış fikirdir, yəni düzəltmə götürməməliyik. Başqa nə deyək? Kimyəvi. Yoldaşlar, kimya işləmişik də, kimya deyə bir şey var. Xeyr. Deməli, kimyəvi yazacağam mən ora. Mən bu sözü sadə götürməliyəm, Ayan. Niyə?
Çünki ivini burada şəkilçi kimi götürsəm, kimyə sözü qalacaq. Kimya sözü var axı. Ona görə mən bu şəkilçini nə etməliyəm? Bu sözü sadə götürməliyəm. Yaxşı? Əgər sözün kökünə dəyişdirib, şəkilçini dəyişdiribsə, ənaya keçirdibsə və s. mən onu bir yerdə də götürürəm, sadə götürürəm. Amma belə yadda saxlayın. Amma Zinar xanım, əşyavi deyirəm, yazıram, yoxsa əşyavi? Əşyavi. Ay, sol. Əşyavi deyirəm, ayan. Əşyavi Sadə yazıram. Sadə olur, çünki əşya sözünü əyə keçirdim. Əşya eləyib. Aydın mı? Bəzən sizə nə dedim keçən dəfə? Lan şəkilçisini və yaxud da lən şəkilçisini. Taplanır. De. La ayrı götürürlər, n ayrı götürürlər. Ay, sol. Zinə xanım, baxın, ləni biz parçalaya da bilirik, lanı. Lə ayrı, n ayrı, lanı, la ayrı, n ayrı. Özüm lövhəni açmıram, biraz belə şifahi şəkildə eləyim. Birazdan lövhəni açıb ismi keçəcək orada. Bu təqdirdə, yəni ləni ayrı, n ayrı, parçalanma necə olur? Əgər ləni parçalayıram, söz varsa parçalayıram. Söz yoxsa birləşik götürürəm. Aydındır? Məsələn, ruhlandı sözünə baxaq. Parçalayım bunu. Ruhlamaq deyə sözümüz var. Ruhlamaq. Ruhlandı. Ermən. Yox, siz lanı artırıb dediniz, Zinarxan, ruhlandı. Mən deyirəm lan şəkilçisini həm parçalaya bilərəm, la, sonra n, həm də birlikdə götürə bilərəm, lan. Ruhlandı ifadəsi, ruhla deyə bir sözüm yoxdur. Ona görə mən onu birlikdə nə götürürəm? Ruhlandı. Lan orada bir şəkilçidir, leksik. Aysa. Eyni zamanda keçən dəfə nə demişdim? Buyur Ayan. Mənim testdə ayaqlanmaq sözü vardı. Mən orada ayaqla parçalanmır da, ayaqlan sözü. Bax, onu deyirəm. O ayaqlanmaq iki cür başa düşülə bilər. Əgər testdə kontekst daxilində veribsə, yəni cümlə daxilində veribsə, məsələn, belə deyək də, xəstə ayaqlandı. Xəstəni gəlib kimsə tapdalamır ki, ayaqlandı, yəni dirildi mənasında. Əgər sən onu la deyə parçalasan, Zinə xanım, belə olacaq. Xəstə ayaqlamaq, sonra ayaqlanmaq. Xəstə ayaqlandı nə deməkdir? Özünə gəldi, sağaldı. Kimsə onu ayaqlamır ki, lanı ayırım. Düzdür. Deməli, ayaqlanmaq, yəni ayılmaq, dirçəlmək mənasında olarsa, lanı parçalamıram, bir götürürəm. Amma tutalım ki, həşəratlar ayaqlandılar. Yəni, filankəs nəsə ayaqladı. Tapdalamaq mənasında olduğu halda lanı parçalaya bilər. Amma dimdə yox. Hardaydı? MHM kitabında. Ayaqlandığını elə bir variantda verib ki, lanı parçalanmadan götürür. Yox, bu kontekstdə iki cür işlənir. Əgər mən bunu dirilmək, sağalmaq, özünə gəlmək mənasında işlədirəmsə, parçalamıram, lan deyə birləşik götürürəm. Yox, nəyisə tapdalamaq mənasındadırsa, onu ayaqlaya bilirəm. Məsələn, evdə xalçanın üstündə nəsə dağılanır, deyirsə, ayaqlamayın, keçin. Niyə deyirəm, axı ayaqlamayın? Görürsünüz, ayaqlarını ayıra bildim. Amma yox, dirilmək anlamında olarsa, onu parçalamıram. Eyni ilə oxşuyur, salamlaş, baxın buna, salamlaya bilirəm, parçalayıram. Şını da ayrı parçalayıram. Aydındır? Evet. Amma vidalaş, vidala deyə sözüm var, yoldaşlar. Vidalamaq. Yox. Aydındır. Vidalaş. Bəli. Kürək sözü. Kürək. Keçən dəfə demişdim, bilməm, buradaydı Zinə xanım dəstəyici. Ayanda. Var, kürək, bir də var kürəkdə. İnsan kürəyi, bir də ki, yer qazmaq üçün olan. Aha. Feil də olan da var. Bir dənə də feilimiz var. Demişdim. Kürəmək feili, bəli. Nədir o kürəmək Zinə xanım? O müəyyən ərazilərdə işlənir. Nə? Nəysə kürəmək deyirlər də. Nəysə, məsələn, qar yağır, qar yağır. Qarı təmizləmək, kürəməkdir, ayan qeyd elə. Kürəməkdir. Məsələn, deyir ki, qarı kürədilər, yəni təmizlədilər. Yazdınız mı? Başqa nə tipli görək Zəki müəllim? Tamamdır. Yəqin ki, qoşular. Başqa nədən soruşaq? Eyni köşkü sözlərdən. Zinə xanım, danışa bilərsə eyni köşkü sözləri?
Mən eyni köklü sözləri mən belə başa düşmüşəm ki, əsasən leksik şəkilçiyə qədər olan hissədir də. Yəni düzəltmə eyni kökdən əmələ gəlirlər. Amma düzəltmə olurlar da. Mənaları düzəltmə olur. Formaca kökləri eyni olur da. Bir də düzəltmə olurlar, ən çox eyni köklü sözlər. Yəni ki, eyni köklü sözlərin kökləri eyni bir mənanı bildirir. Belə başa düşürəm. İndi belə bir sual verim sizə. Təxmin doğrudur dedikləriniz mən başa düşdüm. Baxın, eyni köklü sözlərdə köklər eyni nitq hissəsi olmalıdır. Fikir doğrudurmu? Hə, yox. Onların isim də ola bilər, məsələn, Yox, fərqli kök olar. deyirəm, kök, eyni köklü. Hə, kökləri eyni olmalıdır. Amma özü necə? Məsələn, kökün demirəm də, bəs nitq hissəsi olaraq fərqli ola bilərmi? Məsələn, 3 dənə söz verib, hər biri Bəli, ola bəli. bilər. Bax, qeydini apar bax. Olur. Eyni köklü sözlərdə sözün kökü ağzımda deyirəm bax, eyni köklü sözlər. Kök eyni nitq hissəsi olmalıdır. Amma sözün özü Amma fərqli eyni nitq hissəsi nitq ola hissəsi. bilər. Bəli. Kökləri eyni nitq hissəsi olmalıdır. Zinar xanım düz dedi. Amma sözün özü fərqli nitq hissələri ola bilər. Mən köklərinə baxmalıyam. Yaxşımı? Bəli. Və şeydir, qrammatik şəkilçisi, yalnız qrammatik şəkilçisi və yaxud da yalnız kökdən ibarət olan sözlər eyni köklülük cərgəsini pozur. Niyə? Çünki sadə söz sayılır. Biz deyirik axı eyni köklülükdə nə olmalıdır əsas? Düzəltmə leksik şəkilçi. Bəli. Üzürü sayın, biraz mənim boğazım oktyabr girdikcə mən bir də mayda ayılıram. Xəstəlikdən. Başqa nə var? Eyni köklü sözlərdə məna əlaqəsi necə? Baxın, birinci həmişə demişəm şəkilçiyə baxın. Orada sadə sözlərdə sadə söz varsa o cərgəni silirik. Düzəltmələrə baxırıq, leksik şəkilçi olmalıdır. Kökə baxırıq, eyni kök olmalıdır, yəni eyni nitq hissəsi olmalıdır. Ən sonuncu baxacağımız variant isə nədir? Mənalarının eyni olmasıdır. Məsələn, gülmək sözü ilə gülmək iki mənada olur. Bir gül, isim mənasındakı gül. Bəli, bir də gülmək feil mənasında. Biz əgər eyni köklü istəyiriksə, əgər bizə güllə, isimlə bağlı verirsə, demək isimlə bağlı da getməlidir. Yox, feillə bağlı verilibsə, feillə bağlı da variant getməlidir. Yaxşı? Hə, bunun arasına bir dənə gülüş qoyun, bir dənə gülçü qoyun, eyni köklük pozuldu. Onlar omonim sayılırlar da. Ha, onlar omonim sayılırlar. Aydındırmı? Sonra. Amma eyni köklü sözlərdə hamısının kökü mənaca eyni olmalıdır. Bəli. Məsələn, bir dənə sözümüz var idi. Necə? Bir dənə söz, dəmləndi sözü. Dəmləndi sözü, hə. Hə, bir dənə sual verim. Yox, onu demirəm. Eyni köklüyə aid deyil. Baxın, bayaq deyəcəydim, indi yadıma düşdü. Lan, lənin parçalanmasına aid misaldır. Əgər sizə kontekstə düşsə ki, çay dəmləndi. Bu kontekstdə dəmləndi sözünün necə kök və şəkilçi arasından ayan? Dəmləndi. Mən lan parçalanmır da çay dəmləndi sözündə. Niyə ayan? Dəm sözün kökü. Çay dəmləmirsən evdə. Bax, dəm sözün kökü. Dəmlə, la ayrı. Dəmlənir, n ayrı. Bunların hamısı bilirsiniz harda lazım olacaq? Zinhar xanım bilir. Bunu indi öyrənirik ki, feildə növ kateqoriyası keçəcəyik. Lanla n-nı parçalamaq. Ilınlı şəkilçiləri keçməliyik orada. Növdə. Biz bu parçalaya bilməsək, biz onu tapa bilməyəcəyik. Bu qayıdışdır, məhsuldur, məlumdur. Aydındırmı? Demək, indidən hazırlaşmalıyıq da. Bəs yaxşı, dəmləndini başqa hansı kontekstdə işlədə bilərik? Çay dəmləndi. Bəziləri də deyir ki, bəs aş dəmləndi. Eyni şeydir də, onu da dəmə qoyuruq da. Dəmlənir, eyni şeydir. Amma məsələn deyirik, filan kəs dəmlənib, kefi yaxşıdır falan mənasında olduğu tədqirdə. Onu dəmləmirik ki. Aydındır. Orada lanı parçalamırıq da. Onu elə bir götürürük. Bəs yox, o söz deməyəcəm.
Sevda sözü. Sadə düzəltmə. Sevdi. Düzəltmə. Aha. Sadə. Sev. Sadə. Ayan necə isbat eləyərsən ki, sadə sözdür? Sözün kökü sevdi, dadədə hal şəkilçisi. Yox. Bunu dadəni hal şəkilçisi falan götürməyin. Sevda sözü sevməkdən əmələ gəlmir. Sözün köküdür sevda. Əslində deyirlər, niyə sevirsən ki, sevda əmələ gəlir və s. Yox, dadə orada ayrıca şəkilçi falan deyil, hamısını bir dənə yadda saxlayır ki, sadə sözdür. Sevda sadədir. O bir dəfə demişdim, hər sevən sevilmir. Eyni şeydir o da. Sevinç sözü məsələn. Sevdalanma. Sevinç sözün təhlil eləyin. Sev, sevinç. Sevinç. Sözün kökü nə oldu da, yoldaşlar? Sevinmək. Ay, sağ ol. Zinhar xanım. Sözün kökü sevindi. Niyə sev deyil Ayan? Çünki hər sevən sevinmir. Aydındır? Sözün kökü sevindi. Belə yadda saxla. Həmişə bunu demişəm. Hər sevən sevinmir. Hə. Evet, qrammatik. Sevin sözün kökü c da orada qrammatik. C yalnız leksik. Qrammatik nə idi? Sevinmək feilindən sevinç sifəti yaranıb. C ona görə orada leksikdir. Yaxşı Ayan? Bir dəqiqə Zəkini də çağıraq, başlayaq yeni dərsimizə.